Ümrə ziyarətində olarkən zəvvarlarımızla birlikdə Məkkə ətrafı ziyarətlərimizdə bəzi yerləri yaxından və bəzi yerləri uzaqdan ziyarət etdikdən sonra zəvvarlardan bir hissəsi xanım Xədicənin və Mir Sultan ağanı daha yaxından ziyarət etmək istədiklərini bildirdilər. Biz də öz növbəmizdə ümumi proqramdan kənar olaraq vaxt təyin edib Cənnətül Müəllaya getməyi qərara aldıq. Bura xanımların girişi qadağan olduğundan təbii ki, bu istəyi kişilərlə həyata keçirmək mümkün oldu. Bu qəbristanlığa əsas girişdən daxil olmaq üçün Cin məscidinin yanına gəldik. Cin məscidinin giriş hissəsindən sağ tərəfindən küçə ilə təqribən 100-150 metr irəliyə doğru hərəkət edirik. Sağ tərəfdə diqqət edərək getdikdə anidən qəbristanlığın girişinə dönərək içəri daxil oluruq. Qapının üzərinə Məqbərətül Müəlla sözü yazılır. İçəriyə doğru gedib böyük üstü örtülü salondan keçərək qəbristanlığa daxil oluruq. Burada qəbirlər sıra nömrələri ilə tanınır. Gördüyümüz bu qəbirlər sırasında tanınmışlar olmadığından biz tunelə doğru hərəkət edirik. Biz ümumi zəvvarlara yolun kənarından göstərdiyimiz yeri keçmək üçün bu tuneldən istifadə edib həmin yerə daxil oluruq ki, həmin bu məkanda dəfn olunan Azərbaycanlı Seyid Mir Sultan ağanı və Peyğəmbərimizin həyat yoldaşı xanım Xədicəni və Peyğəmbərimizin əmisi Əbu Talibin məzarını ziyarət edək. Bu hissədə ümumiyyətlə bir çox tanınmışların məzarları var. İlk olaraq tuneldən çıxan kimi sağa doğru gedirik ki, bu qəbristanlıq barədə rahat tanışlıq üçün ilk olaraq Mir Sultan ağanı ziyarət edək. Yolun sonuna dək hərəkət edib yenə sola dönürük və burada nömrələrlə göstərilən 74-cü sıraya daxil oluruq. Sağ tərəfdə daşların üzərində olan nömrələrə diqqət edirik və 317 rəqəminə yaxınlaşırıq. Burada da gördüyünüz kimi daşın üzərinə Azərbaycan dilində Mir Sultan ağanın adı yazılır. Mir Sultan ağanı ziyarət edib ruhuna dua və fatihə dedikdən sonra gəldiyimiz kimi geri qayıdırıq. Həmin tunelin çıxışına qədər gəldikdən sonra biz əvvəlcə tuneldən çıxıb sağa dönmüşdük. İndi isə tunelin çıxışından düz istiqamətdə hərəkət edirik. Sonda dəmir qapı və hasarın yanından biraz sola gedib xanım Xədicənin məzarını yaxından görmək olur. Burada məzar daha aydın görünmədiyindən biraz geri qayıdıb 103-cü sıranın yanındakı pilləkənlərlə yuxarı qalxırıq. Bu hissəyə çatdıqda hardan ki boyumuz kifayət edib dəmir hasardan içəri baxaraq orada dayanıb ziyarət edirik. Gördüyümüz o iki mübarək məzar xanım Xədicə salamullahi aleyha və oğlu Qasimin məzarıdır. Bir vaxtlar bu məzarların üstündə məqbərə olmuşdu. Sonra biraz yuxarıya doğru hərəkət edirik və Peyğəmbərimizin əmisi Əbu Talibin və babası Əbdülmüttəlibin məzarını yaxından ziyarət edirik. Bu iki məzardan yaxınlıqda olan Peyğəmbərimizin əmisi Əbu Talibin məzarıdır. Yanında olan isə babası Əbdülmüttəlibin məzarıdır. Bir də qeyd edim ki, biz adətən ümumi ziyarət edərək yol kənarından ancaq bu ağac göründüyü üçün, həmçinin bu sahədə cəmi bir diqqət çəkən ağac bu olduğu üçün məzarların yerini təqribən bu ağacın yanında deyirik. Ümumiyyətlə, Cənnətül Müəlla Məkkənin ən qədim və ən məşhur qəbristanlıqlarından biridir. Qəbristanlıq Məkkənin şimal-şərqində Həcun dağının ətəyində yerləşir. Tarixi bilgilərə görə bu məkan həm İslamdan əvvəlki dövrlərdə, həm də İslamın ilk əsrlərində Məkkənin əsas dəfn yeri olmuşdur. Bu yer tarixi mənbələrdə 3 fərqli adlarla qeyd olunur. Müəlla qəbristanlığı, Həcun qəbristanlığı, Əbu Talib qəbristanlığı. Bu adların müxtəlifliyi bölgənin uzun tarixindən və burada dəfn olunmuş şəxslərin nüfuzundan irəli gəlir. İslamın ilk dövrlərində şəhadətə yetən bəzi şəxslər, o cümlədən Yasir və Süməyyə də bu ərazidə dəfn edilib. Burada ümumilikdə tanınmış simaların daha çox məzarları var. Qureyş qəbiləsinin bir sıra böyükləri, bəzi səhabələr, ilkin İslam dövrünün alim və zahidləri burada dəfn olunmuşlar. Keçmişdə burada həmin məzarların üstündə kiçik türbələr, nişangahlar və pirlər mövcud idi. Bəzi qaynaqlara görə Vəhabi ordusu 1803-cü ildə Məkkəni tutdular. Bir çox məscidləri və tarixi əhəmiyyəti olan yerləri, o cümlədən Cənnətül Müəlla qəbristanlığını dağıtdılar. Görkəmli şəxslərin, səhabələrin məzarları üzərində tikilmiş qübbələri sökdülər. Müasir dövrdə Müəllanın sahəsi və sərhədləri əvvəlki dönəmlərlə müqayisədə dəyişmişdi. Bu dəyişikliklər Müəllanın tarixi kimliyini qismən gizlədən amillərdəndir.
Mövcud tikililərin sökülməsi səbəbindən bir çox məzarların orijinal yeri artıq müəyyən edilə bilmir. Allah bütün arzusunda olanlara bu məkanları ziyarət etməyi nəsib etsin. Videomuzu bəyəndinizsə fikirlərinizi yazmağı və ümrəyə gedən dostlarınızla paylaşmağı unutmayın.